Qarabağ tənzimlənməsi, enerji sahəsində əməkdaşlıq, Avropa İttifaqının şərq tərəfdaşlığı proqramının həyata keçirilməsi, Bakıda Xarici İşlər Nazirliyinin başçısı Elmar Məmmədiyarovla Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə baş təmsilçisi Catherine Ashtonun əsas danışıq mövzusu olub. Bu barədə danışıqlardan sonra Elmar Məmmədiyarov mətbuat konfransında bildirib. Onun sözlərinə görə Avropa Komissiyası Azərbaycan qazını almaq niyyətindədir. Odur ki, görüşdə boru kəmərləri və enerji təhlükəsizliyi məsələləri müzakirə edilib. O, həmçinin Azərbaycanın şərq tərəfdaşlığı proqramı çərçivəsində əməkdaşlığa hazır olduğunu deyib. Öz növbəsində Ashton Azərbaycanı enerji üzrə vacib tərəfdaş adlandırıb. O qeyd edib ki, bu məsələ üzrə Avropa İttifaqının komissarı Günther Oettingerlə danışıqlar gedir. Ashton Azərbaycanı regionda, indi isə BMT-də nüfuzunu artıran ölkə adlandırıb və əminlik ifadə edib ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının vacib və nüfuzlu üzvü olacaq. Onun sözlərinə görə, Azərbaycanın şərq tərəfdaşlığı proqramında iştiraki münasibətlərə parlaq nümunədir. Bu proqramda əməkdaşlıq vahid dəyərlər əsasındadır. Jurnalistlərin danışıqlarda siyasi məhbuslar məsələsi müzakirə edilib sualına cavab olaraq, Catherine Ashton deyib ki, insan haqları Avropa İttifaqı üçün çox vacib məsələdir. Cənab Nazir Avropa İttifaqının və şəxsən mənim bu məsələdə mövqeyim barədə məlumatlandırılıb deyə o bildirib. Qarabağ tənzimlənməsində Avropa İttifaqının roluna toxunarkən, Avropa İttifaqının təmsilçisi deyib ki, bu rol ATƏT-in Minsk qrupununkindən fərqlidir. Minsk qrupuna dəstək vermək üçün xüsusi nümayəndə təyin etmişik, deyə Ashton bildirib. Onun sözlərinə görə, müəyyən mərhələdə qarşılıqlı etimad zərurəti yarananda Avropa İttifaqı öz köməyini təklif edə bilər.